Salam xanımlar, sizlərlə qaynanamın məşhur olan biber tuzu reseptini paylaşım. 1 kilo qırmızı şirin biber, yarım kilo göy acı biber alırıq. Acı biberin başını kəsirik, amma içini təmizləmədən çəkirik maşından. Qəşəng maşından çəkirik, amma qırmızı biberin içini təmizləyirik. Tumun falan təmizləyirik. Bunları hamısını bir yerdə beləcənə maşından çəkirik. Yəni suyu falan nə olur olsun hamısını bu formada çəkirik maşından. Yalnız və yalnız ət maşından. Yəni başqa bir doğrayıcı vasitədən deyə bilmərəm sizə alınar ya yox. Biz həmişə ət maşınında çəkirik. Beləncə ikisini bir yerdə çəkirik. Sonra isə həmən çəkiyə uyğun bir paçka duzun yarısını, tam yarısını, yəni 1 kilo şirin biberi, yarım kilo acı bibərə yarım paçka duz gedir. O pişi 1 kilo yarım biber eləyir. Ona yarım paçka duz gedir. Qarışdırırıq, tavada saxlayırıq. Hər 10 dəqiqədən bir qarışdırırıq, duzu çəkir canına. Tam həll olandan sonra isə bankalara əlavə eləyirik və xaladelnikdə saxlayırıq. Yəni çöldə saxlayanda ola bilər ki, xarab olsun. Xaladelnikdə saxlayırsınız. Bütün yeməklərə istifadə edə bilərsiniz. Çox gözəl dad verir yeməklərə. Hər bir yeməyə istifadə etmək olar. Buyurun əziz